Gəl, əsl bağ evi deyirdiniz, gəl. Qardaş, salam aleyküm, hamıda hörmətli izləyicilər. Şuvalanda yox. Bax, əsl bağ evi sizə tapmışam. 6 sotdur, 6 sot 70, yəni 7 kvadrat. 6 sotdan da yuxarıdır. Sənəddə ya, tam mülkiyyətli, ipotekaya da yararlıdır. Evin də, torpağın da sənədi tam qaydasındadır. Bax, Putna idarə olunan qapı. Balaca kalitka qapısı. Şuvalanda Mir Mövsüm ağadan ziyarətdən, yəni üzü aşağı o istiqamətdə 157 kvadrat evimiz. Otaqlar hamısı genişdir, böyüdür. Baseyn də var, hovuzu da var, hörmətli izləyicilər. 3-ün 6-ya. Çəkirsən, evimizi bir dənə fasad görünüşünsə. Yəni, illər öncə tikilmiş, şəxsi tikili ev. Başa düşdünüz də mənim. Həyətinə 5 dənə maşın girmə imkanı var, burada elə qarajı da var. Bu da axran otağıdır. Qalxma, yayda gül afrəngi kimi var orada. Məsələn, Raskladuşkadan zapdan vur, yıxıl yat orada özün üçün. Otur orada bir dənə samavar çaydan və çaydan vur geçsin bədənə. Deməli belə, işıqlandırması var. Limon ağaçları, yolka ağaçları. Bura sanuzeldir, hamam tualetidir. Gəl bir dənə arxasını çəkək. Bura hamam tualetidir. Və çəkmə ehtiyacı yoxdur, gəl bura. Buna bax, manqalı var. Əli süyanı var. Buradan həmən o deyən yerə qalxan yer. Zeytun. Hovuzumuzu çəkdin. Evin zirzəmisi var. Padvala düşmək olur. Havalandırması varıdır. Əsl bağ evisi 198.000 manat. Start qiymət. Qazı, suyu, işığı, bütün kommunallar hamısı var. O da su ambarıdır. Bax, fikir verirsin, plastik pəncərələr, havalandırması, su çəni, evin arxası, böyle də boşluq var. Çay ağaçları, hamısı öz qaydasındadır. Getdik. Deməli, bir qonaq otağı, 3 yataq otağı, 4 otaqlıdır. 157 kvadrat, böyüdür otaqlar hamısı. Səliqəli bağ evidir. Kim alsa Allah xeyir versin. Deməli, belə. Gəl bura. Bura verandadır. Tələsmiş, sən yavaş görsək. Deməli, buradan da girmək olar evin içinə. Buradan da girmək olar. Qapı, pramur, mətbəxdə. Bura qazanxanadır. Qardaş, burada da mətbəxi var, mətbəx verebilirim. Ama təzə kombi var. Təzə kombi. Buradan girməyəcək, əsas giriş qapısından girəcək. Gəl. Şəxsi mülk istəyənlər buyursun. Gəl, qardaş. Gəl. Cütdaşlı ev, bax, qonaq otağı geniş. 7-nin 4-ə, uzunu eni. Bura bir yataq otağıdır. Bax, belə bir yataq otağıdır. Bu sanuzeldir, hamam tualetidir. İsitmə sistemi kombidir, radiatorlar qoyulubdur. Bura ikinci yataq otağıdır, uşaq yataq otağıdır, çək görsət. Polu laminatdır. Burada üçüncü yataq otağıdır. Otaqların yuxarısı taxta apşifkadır. Fikir verdiyinizdə yataq otaqlarına. 3 yataq otağının tavanı taxta apşifkadır. Buradakı mətbəxidir. Belə normal ölçüdə təzə yığılmış mətbəx mebeli. Bura bax, hamam tualetidir. Paltar yuyan burada dayanacaq, əli zuyanı. Burada geniş nə boyda hamam otağı. Duş kabinlə bir yerdə. 198.000. Buradan da çölə qapı var. Buradan da çıxa bilərsiniz. Kim alsa Allah xeyir versin. Zənginizi gözləyirəm. Zəng eləyin, gəlin, baxın, alın, yayda oturun, dincəlin. Sağ olun.